Verilmiş bu misalda bizdən x, y-in cəminin ən kiçik qiymətini istəyir. Misal təkrar burada yazım. Bərabərdir y, qalıqda 5. Artıq qalığın bizə 5 olması onu bildirir ki, x ədədi 5-dən böyük ədəd olmalıdır. Yəni x 5-dən böyükdür. Və qalığın 5 olması 37-dən 5-i çıxsaq, deməli bu 32 eləyir. 32 ədədi x-ə bölündükdə y eləyir, yəni tam bölünür. İndi o ədədləri x ilə y-i tapmaq istəyirik. Deməli, şərtdən də artıq biz bunu verdik ki, x 5-dən böyük olmalıdır. X 5-dən böyük olarsa, x 8 ola bilər. X 8 olduqda y 4 eləyir. X eləyə bilər 16. X 16 elədikdə, deməli, 16-ya böldükdə y-imizdə 2 eləyir. Və bunların cəmini, ən kiçik qiymətini istədiyinə görə, burada təbii ki 16 ilə 2-ni toplayanda 18 eləyir. Bu bizim üçün lazım deyil. Bizə ən kiçik qiymət istədiyinə görə onların cəmi ən kiçik 12 eləyə bilər.